Salam Agil. Salam əleykum, necəs? Sağ ol, sən necəsən? Nə var, nə yox? Yaxşıyam. Uşaqlardan gələn olacaq görsən. Yəqin ki, yox. Bilmirəm. Elə ikimiz olacaq. Nə bilmirəm. Bəlkə ehtimal. Dünən nə olmuşdu? Uşaqlar biraz əsəbi idi. Nə bilmirəm, bu üst-üstə yığılan bəzi şeylər var. Yəni ona görə. Yəni sizdən əvvəl Pərvin müəllimi dərs deyəndə sonra Vüsal müəllimi dərs dedi, dövrün axırlarına yaxınlaşar, yəni orada da problemlər çıxdı. Yəni ona görə. Mən dünən dişimi çəkdim. Sən demişdin İsrail ki, mən dişim ağrıyırdı dəhşət. Yadımda. İnanırsan bu gün də bütün günü dişimdən qan axıb, yəni hal-hazırda yavaş-yavaş düzəlir də. Yəni vəziyyət heç o deyil də, yəni mən ağzımı aça bilmirdim, danışa bilmirdim. Uşaqlar baxımda müəllim özləri deyirlər ki, yəni birinci bir Toğrul'la danışmaq istəyirlər. Danışandan sonra bir qərar almağı fikirləşirlər. Böyük ehtimal çıxacaqlar. Yeni gözləyəyin alaraq. Nə bilim müəllim, məsləhət sizin yəni, fərqi yox. Amma ki, yəni, məncə gözləməyin bir adı yoxdur. Gəlsə bir dənə gözəl gələr, fişə. Yəni, geri qalanlar yəni, özləri danışdıq elədik falan qrupda. Ayrıca bir qrup var da. Orada dedilər ki, yəni, böyük ehtimal qoşulmayasıdır. Yəni, Toğrul'la danışmağa gözləyirlər. Ona kimi yəni, qərar aldılar ki, qoşulmayasıdırlar. Neyse, hər şey qaydasına qoymuşuq, hər şey indində düzəlir də, mənim də başım indində açılır. Yəni, ola bilər bir-iki dəfə ki olmadı, amma yəni qoşulmayan, nə bilməyim, qoşulmayıb nə aracaqlar yəni. Yarı-yarımsız dərs öyrənməklə dərs olmuraq. Özləri yəni deyirlər ki, nə bilim, kursun özündən də deyirlər ki, bir şey öyrənmirik və s. Onu da əmindirlər. Əslində bir yerdə haqlıdırlar, yəni mən də haqq verirəm, çünki yəni kursa başlayanda bizə deyilənlə hal-hazırda olduğumuz vəziyyətə yəni, bir-birinə heç bir əlaqəsi yoxdur. Yəni çox belə yüksək ümidlərlə gəlmişdi, amma ki yəni, bir yerdə də özləri də müəyyən edir, abartırlar, çünki yəni, aralarından bir dənə oxuyan kim var? Salih Fisədə. Yəni geri qalanlar belə oturub özündən kod yazan, maraqlanan və s. deyirlər. Amma yenə verilmiş vədlərə görə yəni, kursun qarşıladığı şey yəni, fərqli olduğuna görə narazıdırlar. Elədim. Yeni özümüz şeyləri diskus eləyək, nədən adı? Agil. Mənə fərqi yoxdur müəllim, mən buradayım. Yəni, istəyirsə eləyək, yəni, fərqli şey də demək olar. Mənə fərqi yoxdur. Eləyək də, biraz eləyək, sonra şey eləyək. Agil, məsələn, mən bu gün şeyə başlamaq istəyirdim, algoritmlər mövzusuna da, data structure'lar mövzusuna. Səncə bizim ümumiyyətlə collection framework'ə nəyə ehtiyacımız var? Nə üçündür bu? Collection framework, əslində mənim nədir də, belə deyim, adından görünür ki, collection, yığımdır, yəni hər hansı bir klassdan törənmiş olan obyektləri bir arada tutmaq üçün istifadə edədiyimiz bir necə data structure'ların toplusudur. Həmçinin də ki, necə deyim, iteratable olma funksiyasına sahibdirlər arraylərdən fərqli olaraq. Yəni buna görə olan üstünlükləri var. Həmçinin necə deyim, digər frameworklər və API-lərlə işləmək üçün, onların dataları saxlamaq üçün müəyyən şəkildə yəni əlverişli strukturlardan birisidir. Düzdür. Ekran göstərir kamera olaraq. Hə, kamera? Hə. Kamera hə, indi görünür. Görünür, Okey, bir dəqiqə.
Ekran kaydını eyni vaxtda böyütmək olmuyor. Baxın nə böyütə bilirəm. Ha, show the full video. Ay görünmür. Görsənir belə. Özüm zoomladım. İşıq düşür müəllim çox. Çətin olur görmək. Ha, yazın bəlkə görərəm. Hesab elə ki, Collection Framework-a başlamışıq və birinci sual oldu ki, biz ümumiyyətlə niyə buna ehtiyac duyuruq? Biz Java öyrənəndə deyirik ki, Java bir obyekt yönlü proqramlaşma dilidir. İndi bizim 1000 dənə obyektimiz var, 1000 dənə insanımız var. Bu 1000 dənə insanın 1 milyon dənə sifarişi var. Sual ondan ibarət ki, Collection Framework-a bizim niyə ehtiyacımız var? İndi Collection Framework olmadan bunları dəyişən olaraq idarə etməyə çalışaq. Şöyle nə olur? Məsəl üçün, nədir? Gəlin ki, bu 1000 dənə insanın sadəcə adını yazmaq istəyirəm. String müştəri 1 bərabər 50. 1000 dənəsini doldurmalıyam da. Müştəri 2, müştəri 3, müştəri 4, müştəri 5. 1000 dənə dəyişən lazım. Mən dəyişənlər vasitəsilə idarə etmək istəyirəm. Eyni qadı 1 milyon sifarişi ilə idarə etmək üçün Collection Framework-da nə edəcəm? Olmadan. 1000 dənə dəyişən, yəni data tipi ilə idarə etməyə çalışacağım. İndi Collection Framework vasitəsilə biz nə iş görürük? Biz məlumat idarə etməsini daha da asanlaşdırırıq. Bu data tipi, bir data tipi, bir dənə nə edirik? Məsəl üçün verirəm, list, stringə, ona da ad verirəm, məsəl üçün, name müştəri. Sonra bu name'lərə nə edirəm? Müştərilə əd edirəm. Sadəcə yaddaşı, sadəcə bir ayrılan yer nə olur? Bu name üçün. Bu name bütün o 1000 dənə müştərinin məlumatlarını saxlayır. Görürsənmi, dəyişən üzərindən, məsələn, biz nələrdən qurtulduq? Aydındır burası? Okay. Demək ki, bizim bir başlıca olaraq Collection Framework-a olan ehtiyacımız datalar üzərindəki əməliyyatları ən belə daha ideal bir şəkildə idarə etməkdir ki, biz yəni hesab edək ki, bu müştərilərin, 1000 dənə müştərinin 1000 dənə olmasın, 100 min dənə olsun. 100 min dənə müştərinin adını yazdırmaq üçün 100 min dənə string lazımdır. Bir dənə ekrana vermək istəsən 100 min dənə siyahı lazımdır. Amma biz bunu bir dənə for each-nə nə edərik? Ekrana siyahı verə bilərik, sistematik metodla. İndi, yaxşı, demək ki, bizim birinci növbədə Collection Framework-a ehtiyacımız var. Tamam, bu işləri biz müxtəlif Collection Framework-lərdə bir framework, yəni bir kitabxanadır. Bunda müxtəlif variantlarda data structure-ləri var. İndi gəlirəm ora, yəni etap-etapda. Birinci docker. Başa düşür ki, bunun bizim ehtiyacımız olan şey datalar üzərində məlumatları rahat bir şəkildə idarə etmək üçündür. İkinci addımımız, biz elə bir data structure seçməliyik ki, bu bizim işimizi daha da eləsin. Yəni, daha sürətli bir algoritma, daha sürətli həll yolu. İndi, ikinci sualına gəlir mənə görə, algoritm nədir? Burada da sual var mı? Yox, mənim aydın. Okay. Yaxşı, algoritm nədir? Algoritm müəllim bir prosesi icra edilməsi, yəni icra oluna bilməsi üçün izləmiş olduğumuz steplərdə, bir nəticəyə çata bilmək üçün istifadə etdiyimiz steplərin toplusudur. Okay. Demək ki, bir problemimiz var, bir dənə problem var. Həmin problemi müəyyən ardıcıllıqla bitməsi prosesidir. Yəni, algoritma başladı və bitdi. İndi, yəni bizim də algoritmamız nədir? 1000 adamın 1 milyondan sifarişini demək. Demək ki, nə etməliyik? Biz ən yaxşı halda algoritminin sürətini necə artıra bilərik, ona fokuslanmalıyıq. Algoritmin başa düşdük ki, müəyyən bir problemi müəyyən steplərlə həll olunması prosesidir. İndi, gələk, məsələn, algoritma mövzusundan danışmaq istəsək, misal üçün, 1000 dənə məlumat arasından adı 50 olanı axtarmaq, məsəl üçün. Bunu biz axtarış sistemlərini iki variantına axtara bilərik. Bir, bunlar sən bilərsən, liner search, bir də binary search.
binary search. Bunlar bilirsən də yəni. Bunları bilirsən. Bəli, search algoritmləri. Linear search və binary search. Görsən ekran. Görünür. Okay. Yaşlıların nə izah elə görüm nədir bunlar? Nədir müəllim? Linear search nədir? Linear search nədir? Adından da göründüyü kimi də, yəni ən sadə istifadə olunan axtarış üsuludur. O da ki, yəni məsələn bir list götürək, listin içərisindəki bütün elementlər tək-tək gəzilir və tək-tək yoxlanış olunur ta ki uyğun olan element tapılana qədər. Yəni bir-bir gedir, all of n-dir. Yəni time kompleksisi nisbətən çoxdur. Digəri ki binary search-dür. Binary search-də də elə bil deməli time kompleksi sonra all of log n-dir, loqaritmin. Bu da ki necə işləyir əslində? Arxa planda binary search tree məntiqi ilə gedir. Yəni ortadakı elementi götürürük. Deməli axtardığımız böyükdürmü, kiçikdirmi? Ona uyğun digər hissəni götürürük. Digər hissəni bu şəkildə azala-azala istədiyimiz, yəni nəticəni tapırıq sonunda. Binary search-ün bir dənə şərti var, məsələn. Orada sort da olmalıdır. Yəni sort olmasa işləmir. Demək ki, bunun time kompleksi nə oldu? O n. Bu nə oldu? O login. Login. Gələ bura. Sən burada nədir? N obyektlərin sayı olur. Sağ ol. İndi bunlar haqqında nə deyək? Dedik ki, misal üçün 200 dənə data var. 200 dənə data içərisindən xətti axtarış stilinə görə nə etmək istəyirəm? Yəni bir datanı seçmək istəyirəm. Yəni misal üçün adı 50-yə bərabər olanı tapmaq istəyirəm. Nə etməliyəm? Bütün datalar üzərində gəzməliyəm. Və ola da ki, data tapılmasın, nə baş verir? Oyun time kompleksində bütün for fırlanır. Yəni boş-boşuna öyrətmiş olaram. İndi ola da ki, məsələn, data tapılmadı, amma mən burada bir funksiya yönetirdim, nəsə etibarilə. Bunu nə etməliyik? Ən yaxşı variantda deməli, bu oldu oyun, bu da oldu login. Amma məsələn, 100 dənə elementdə, 100 dənə elementdə, ola bilər ki, bu gözə görünməsin də, məsələn, bunların fərqi. 100 dənə elementdə bunun, misal üçün, maksimum for dövrü aşırıya fırlanacaq, 100 dəfə, düzdürmü? Bu nə, 100 dənə elementi binary search ilə axtarsa, məsələn, 1, 2, 3, 4, 5 sorting olmaq şərti ilə, nə olacaq? Bura görsənir? Görünür. 7 dəfə. Okey, deyərsən ki, okey də yenə bir fərq yoxdur. Yəni, hardis fərq var, okey, amma çox da belə bağlı fərq yoxdur. Amma gələk indi 4 milyon data üzərindən şeydir. 4 milyon data üzərində biz axtarış əməliyyatı aparmaq istəsək, bu linear search-dən 4 milyon dəfədir. Amma binary search-lə neçə dəfədir? 32 dəfə. Demək ki, nə edir? Binary search. Bir dənə belə çəkək. Bu mənim elementlərimdir, sorting olmuş şəkildə. 1, 2, 3, 4, 5, 6 və belə gedir. Binary search necə edir? Misal üçün 8-i axtarmaq istəyirəm. Yarıya böldü. Görür ki, 8 burada yoxdur. Getdi bu. Hər gəl təzədən bura. Yenə yarıya böldü. Misal üçün. Var mı məsələn datalar? Görür ki, 8 yenə burada yoxdur. Bu da getdi qədər. Yarıya bölü hər dəfə elə bir ki, yarısını atır deyə biz 4 milyon data içərisində axtardığımız ədədi 32 dəfəyə tapa bilərik. Bu belə. Biz binary search-dən danışanda amma dedik ki, bizim algoritm, yəni datamız nə olmalıdır? Bir dənə şərti var da, sorting olmalıdır. Çünki sevər sortlardan danışaq. Deməli, bunları bir dənə tərəfini sileyim. Tərəfini dedim, hamısını sildim. Neyse. İndi 4 milyon data, 4 milyon dəfə linear search
deyirəm əli. Mən onlar onsuz da bunlar bilirəm, nəyə danışıram bunlar. Hə abi? Bunlar əslində keçmişdik mi? Yadımda qalmıyor. Hə? Vüsal müəllimə yox. Vüsal müəllim keçməmişik. Fərqli müəllimlə də keçdiyim yadıma gəlmir. Bəlkə də keçmişik. Bunlar keçirsiniz də ümumiyyətlə. Ya universitetdə falan keçib də özüm də yəni ayrıca öyrənmişəm Udemy-də kursda və s. də. Turində falan keçirdiyi yadıma gəlmir. Kursa keçirməyib, okey. Deməli, line research, binary research, nədə olmalı? Binary research nədir ki? Bir dənə şərti var idi, nə olmalıdır? Sorting. Okey. Bax, sort, məsəl üçün, sərçikdə yazsan ki, hansı növ sortinglər var, sənə 12-13 dənə sorting çıxarırlar. Nə bilim, inserting sort, nə bilim, en qədər sort var da yəni. En qədər də 12-13 dənə sortları var. Mən özüm bildiklərimdən deyəcəm. Mən, məsələn, intervyuda verilən ən çox sortingləri bunlardır. Deməli, öyrənməli olduğumuz selection, Bubble, insertion falan belə. sonra quick və merge sort. Bunlardan danışaq. Deməli, bunların adəti yox da, biz etap getməyə çalışırıq. Bunu qədər çevirək. Addım dedik ki, danışdık, line search-dan danışdıq, binary search-dan danışdıq. Və dedik ki, binary search-ün şərti nədir? Sortinglər. Sorting olmalı əvvəl. Yəni, daha doğrusu datamız. Və sonra sortingin hansı növləri var? Dediyim kimi, 12-13 dənə sorting olmalıdır. Mən 4 dənəsini izah etməyə çalışacağım. Deməli, bizim sorting dediyimiz şey, ümumiyyətlə, məlumatların sıralı şəkildə listə yığılmasıdır. List ola bilər, array ola bilər, fərqi yoxdur. Yəni, data structure-larda ümumiyyətlə sortinglər haqqında danışarkən deməli, başlayaq selection sortdan. Selection sortda məsələ nədir? Misal üçün, arrayimiz var. 13, 7, 35, nə bilim 6, 20, bir iki dənəsini seçək, 25 olsun, nə bilim 3 olsun. Bizim məqsədimiz bu arrayi sıralanmış bir şəkildə yığmaqdır. Deməli, sıralanmış nədir bu? 3, 3-dən sonra gəlir 7, üstdən sonra 6 gəlmiş. 6, 7, sonra hansıdır? 13, 20, 25 və 35. Okey. Deməli, bizim məqsədimiz selection sortdan istifadə edərək bu arrayi sıralanmış şəkildə çevirməkdir. Deməli, məsələ nədir? Selection sortda necə olur? Birinci qədər ən kiçiyini tapmış olmalıdır, onu sonra yığa-yığa əvvələ gətir. Bu elementi götürür. Arrayi axına qədər yoxlayır. Görür ki, bax, bu elementi götürdü, 13-ü. Bu data üzərinə fırlamağa başlayır. Bundan kiçik bu tərəfdə ədəd varmı? İlk addımda görür ki, 7-dir. Okey, 7 keçdi bura. 13 keçdi bura. Daha sonra təzədən yenə yoxlamağa başlayır. Yenə fırlanır. Yox, bir dəqiqə, qarışdırdım biraz. Deməli, bir dənə element götürdü, axıra qədər, yox. Deməli, bir element götürür, baxır ki, bundan kiçik ədəd hansı, ən kiçik ədəd hansıdır? Gəl, tapdı onu bura, 3. Bu gəlməli bura, 13. Belə idi, yoxsa necə idi? Mənim dediyim qədərlə mənim ilkindən başlayır, ən kiçiyini tapır, ən kiçiyini tapanda yəni yerlərini dəyişməli. Hədə düz fikirləşmişik də. İlkindən başlayır, əlləri başlayır axtarmağa. Ən kiçiyi hansıdırsa, gətirir atır onu bura, bunu attı bura, okey. 3 burada, 13 burada. Keçir ikinci yerə. İkinci yerdə başlayır axıra qədər girməyə, hamısına baxdı. Ən kiçiyini tapır, 6 məsələ. Gətirdi, attı 6-nı bura, bunu da 7-ni bura. Okey. Sonra keçir 35. 35-dən bu tərəfə, bunların yeri okeydirlər, düzdürmü?
Sonra keçir 35'ə. 35 baxır ki, bundan kiçik, ən kiçik ədəd hansıdır? Bizim hal-hazırda deməli, bu 7'mizdir, bu 13'ümüzdür. Əla. 7, 20, 25, bu da 13. Ən kiçiyimiz hansıdır? 7. 7 keçdi bura. Sonra 35 keçir bura. Yenə tədədən. Yenə keçdi 35'ə. 35'ə keçir. 3, 6, 7. Aha. Sonra yenə baxır ki 35'dən sağda hansı ən kiçik var? Bizim hal-hazırda 13'ümüz var, 20'miz var və 25'imiz var. Baxın ki 13 ən kiçikdir. 13 ilə 35'i yeri dəyişir. Yəni qısa da teorem nədir? Bir dənə ədəd götürür, bir dənə ədəd. Ən kiçiyi axıra qədər əməyin üzərində fırlanır. Ən kiçiyi hansıdırsa, onu gətirir buna yerdə dəyişir. Və keçir növbətiyə. Növbətini tutur əlində. Axıra qədər gedib baxır. Ən kiçiyi hansıdırsa, onu gətirir yerinə qoyur. Və belə-belə əldə sorting olana qədər davam edir. Bu məntiqi budur. Və bunun time kompleksi nədir? Bu 2 dənə for dövrü nə olur? Time kompleksi olur o n kvadrat. Ümumiyyətlə belə bir şey deyim. Bizim məsələn metodumuzda, yəni bir skopka daxilində bir for varsa, onun time kompleksi nədir? O n. 2 dənə for varsa, for içində for. Time kompleksi o n kvadrat. 3 dənə formumuz varsa, o n kubu. 4 dənə varsa, o n üstü 4. Ha belə-belə hər for dövrü artdıqca time kompleksi artır. Həmin dəfə artır say qədər. İndi bu oldu selection sort. Keçək ikinci adımımız nəyə? Bubble sort'a. Agil bunu bilirdi, nə agil? Bilərsən məncə. Hansı mən bubble sortu? Selection'ı bilirlər də. Selection'ı bubble'da bilirəm təqribi. Səhvləmirəmsə yan-yana olanları yoxlayır, böyük kiçik hansısa dəyişə durur. Ta ki heç biz swap yəni dəyişmə olmayana qədər davam edir. Gəl belə deyək. Bubble sort. Deməli, piyantezdən 6, 20, 13 olsun. Eyni rəqəmlə yazaq. 7, bir dənə 10 yazaq. Bunun sıralamasını alaq. 6, 7, 10, 13, 20. Okay. Bubble sortda necə etməlidir? Deməli, necə olmalı bu? Yəni düşünün. Deməli, elə bil ki, bax, 6 ilə 7 ikisini bir götürür, əlində bax belə. Hansı böyük, hansı kiçikdir? Qaldı yerində. Yəni, məsəl üçün, 7 burada olsaydı, 6 burada olsaydı, yerləri dəyişəcəkdir. Keçdi ikinci adıma. 7 ilə 10. Hansı böyükdür? Burada baxmalıyım, mən deyirəm, niyə bu belə sorting olmuşdur. Nəysə, deməli, 6 ilə 20. 2 də datanı götürdü, hansı böyükdür? 6 daha kiçikdə, 20 daha böyükdür. Qaldı yerində. Sonra keçdi ikinci adım. 20 ilə 13. Hansı böyükdür? 13 daha böyükdür. 13 daha kiçikdir. 13 keçdi bura, 20 keçdi bura. Daha sonrasında müəllim 20'ye keçirdi. Öcə olduğu yerdə qalmır. Həmişə bir növbətdən keçib belə 20 ilə 7'ni götürür. Hansı böyükdür? Deməli 7 daha kiçikdirsə, 7'ni atır əvvələ, 20'ni atır bir növbətsinə. Sağ ol. Keçdi bura. 20 ilə 10. Hansı böyükdür? 10 daha kiçik, 10'u atır əvvələ, 20'ni atır sonra. 20. Demək ki, bizim birinci addımımızda əleyimiz düşdü bu vəziyyətə. Okay. Yəni birinci ədədimizin artıq yeri məlumdur. Problem yoxdur. Bu qaldı burada. Keçir ikinci addım. 13 və 7. Hansı böyükdür? Olduğu kimi saxlayır. Yox da 7 keçir bura. Ya 13'dən 7, okey, 13'dən 7. Okey. Gəldi 13'dən 10. Hansı böyükdür? Yəni dəyişdirir, 10, 13 edir. Gəldi bura. 13 və 20.
Nə baş verdi? Gördü ki, okey, problem yoxdur, yerlər düzdür. Yoxdur. Demək ki, təzədən keçdi 3-cü addıma. Onunla 10-cu yoxladı, yerləri okey. Onun üstünə 20 yoxladı, yerləri okey. Heç bir dəyişmə olması saxlayır. Yəni. Heç bir dəyişmə olmasını saxladı. Amma nəticə etibarilə burada 2 dənə for loop'un olduğu üçün time 12 kvadratı burada. oyun kvadrat. Demək məntiqi nə olduqsa da 2 dənə datanı götürdü, yoxladı, yerlərini dəyişdi. Sonra bir dənə datanın yanına bir dənə data götürdü, yoxladı, yerlərini dəyişdi. Axıra qədər nə gedir? Bu da olur bağlı sort. Bunları sürək. Yalnız çox pis yanaşmalar. Yəni, bu sortingin yaxşı yanaşmasını görməmişəm məncə. Nə? Yəni bu sorting falan çox nədir? Reis, bundan sənə maksimum verilə biləcək intervyu sualını deyəcəm. Çəkərəm. Yəni, bu məsələdən ən qədər intervyu olmuşam. Yəni, səni junior olaraq bir adam sənin bunun kodunu yazılmağını istəyirsə, okey, istəyə bilər. Amma sənə sadəcə, məsələn, nə sual verəcək? Ümumiyyətlə, axtarış sistemləri nədir? Hansı növ axtarış sistemləri var? İşləmə məntiqləri, hansı növ sortları tanıyırsan? İşləmə məntiqləri necədir? Juniora çox da dərinə getmirlər, yəni getməli deyirlər, normalda. İndi gələk nəyə? Quick sorta. Quick sorta gələ məntiqi necədir? Quick sorta demək necədir? Bir dənə pivot seçilir, ədəd. 7. Bu pivotdan dedik ki, datamız bir dənə seçdiyimiz ədəd nə olur? Deməli, bir ədədimiz seçilir, həmin seçdiyimiz ədəd adlanır pivot. İndi məntiq nə oldu ki, bu ədəddən datalara bir-bir baxır. Əgər bundan seçilən ədəddən böyükdürsə, atır sağa, kiçiksə atır sola. Və bu şəkildə davam edir. Deməli, məsəl üçün başlayaq şeydən. 6. 6 7-dən böyükdür? Yox. Qaldı burada. 27-dən böyükdür? Böyükdür. Okey. 13 7-dən böyükdür? Yox. 7 heç. Gəldi bura. 17-dən böyükdürmü? Böyükdür. 6, 7, 10, 13, 20. Birinci adını və onu bıraxaq. Və olmalı deyildir. Və səhv etdik. Bir dənə pivot seçdik. Pivotdan kiçiklər keçir sola, böyüklər keçir sağa. Məntiq belə olmalı. Və birinci adımda nə baş verir? 6 ilə 7-ni müqayisə elədik. Okey. Qaldı burada. Sonra keçdik 20 müqayisə elədik. Qaldı burada. Mən deyirəm axı, belə olmalı deyil də, reis. İkinci ədədimiz nədir? 20. Üçüncü ədədimiz nədir? 13. Dördüncü ədədimiz nədir? 7-7-nin özü pivotdur. 10 da böyükdür. İlkin addımda ədədimiz bölgüsə düşdü. 6, 7, 20, 13, 10. İndi necə eləyək? 6, 7, 20, 13, 10. Bu pivot sesleri sonra necə baş verir? Deyil ya. Müəllim, orada əslində pivot dəyişə durmalı deyil. Məsələn, yaranan sub-array'ə görə yenidən bir dənə pivot seçilməli deyil. Bir dənə kodu əzbərləmək falan, ümumiyyətlə əzbərlənəsi bir şey deyil bu. Məntiq olaraq yürüdək, görə necə edə bilərik bunu. İkinci bir pivot seçilirmi, yoxsa eyni pivotla mı davam olunur? Ona baxaq. Məncə burada ikinci pivot seçilməlidir, yoxsa bir dənə pivot üzərinə getməlidir. Birincisini bitirdisə, tabi ki, məsələn, 7-ni pivot götürdükdə, 7-ni götürmək, ya birinci, ya sonuncu əsasən elementi götürdüklərini görmüş. Yox, istədiyin ədədi götürə bilərsən pivot olaraq. Götürülür, amma əsasən həm rahat olsun deyə sonuncu elementi götürdüklərini görmüş. O da olar. Sonuncu və ya ilk elementi
O bitəndən sonra pivot, məsələn, sonra yenidən gedir, ən sonuncu elementini götürür, ona uyğun sortlamağa Yanaşma o başlayır. deyir, rəissiyyat onu düşünməndə. Ən sonuncu elementi həmişə biz pivot olaraq götürürük. Ən bəsit yanaşma. Deməli, bizim bir dənə bunu sileyim, yadıma düşməndə. Yanaşma odur ki, ən sonuncu elementi onu götürdük pivot. 6 ondan böyükdürmü? Yox. 10 bizim pivotumuz var, pivot. Burada qalsın. Qaldı burada. 20 qaldı burada. 13 bu da qaldı burada. 7 bu da qaldı burada. Əlimiz ilkin variantda düşdü bura. Okey. İkinci adlı pivotumuz nə olur? Bu. 13. İndi 6, 7, 10, 20, 13. İndi 6 13'dən kiçikdirmi? Kiçikdir, qaldı yerində. 7 13'dən kiçikdirmi? Kiçikdir, qaldı yerində. 10 13'dən kiçikdirmi? Qaldı yerində. Bir dənə 20 böyükdür, bu da keçir bura. Sonra bir dənə bunun yoxdur pivot olaraq. Hamısını yoxladı. Gördük ki, okey, hər şey qaydasındadır. Və proses olmalıdır. Əleyimiz də düşür sorting halına. İndi deməli bir dənə salıb eləsək, deməli bubbles quick sort elementi odur ki, sonuncu elementi pivot olaraq götürürük. Və digər elementlər müqayisə olunur ondan. Böyükdürmü, kiçikdirmi? Müqayisə olunandan sonra əleyimiz sorting halına gətirilmiş olur. Və hər etapda misal üçün əleyimiz ilkin variantda bir dənə vəziyyətə düşdü, yenə bir dənə pivot seçilir, o pivotla müqayisə olunur. Əgər böyükdürsə sağa, kiçikdirsə solda qalır. Və beləliklə əleyimiz sortalına düşmüş olur. Aydın oldu? Aydın oldu. Gələk bir dənə bu merge sort məntiqinə deməli merge sortda açılıb bunun kodunu həmişə mən qorxmuşam ki, məndə intervyuda verərlər ki, bu merge sortun kodunu yaz. O birlərini yazmışam. Yəni, vaxtı nədə olmadı? Lead kodda atışan vaxtı yazmışdım. Selection, bubble quick. Öz merge sort mənə çox şey gəldi. Belə. Deməli, ikili şəkildə böldü. 6, 20, 13 ilə 7-ni. Bir də bura qaldı belə. 6 ilə 20-ni müqayisə elədi. Yeri düzgündür. 13 ilə 7-ni müqayisə elədi. 7 keçdi bura, 13 keçdi bura. Bu da təkdir. Deməli, ikili qruplar şəklində bölür datalarımızı. Əliyin daxil datalar. Və o iki dənəni müqayisə edilir. Birisi hansından böyükdür. Kiçik olan solda qalır, böyük olan sağda qalır. Bu öz aləmində, bu da sortingdir hazırda. Bu da məsələn 7, 13-dən böyüdür, keçir sağa, bu da sortingdir. Və bu da tək qaldığı üçün. Demək ki, hər ayrılmış qrup özlüyündə sort olunur. Sonra sort olunmuş şey nə olur? Bilməm necə olursa, yenə də birləşdirilir, gəlir ki, bu alın. Bununla baxma bağlayayım. Yenə də gəldi üstündən qalama. Neysə. Merge sortda məntiq odur ki, ikili qruplara böldü. Ola bilər ki, məndə şey olmalı. Tək qalabilməz də olan element. Bir dənə tema var. Bunu 13, 17. Bunlar arasında müqayisə elədir. 7, 10, 13. Okey. 6 ilə 20-ni müqayisə elədir. 6 qaldı yerində. 6, 7, 10, 13, 20. Məsələn, buna mən də baxarım. Sən də baxarsan. Bu merge sortun necə olur ki, onu bildim. İkili, üçlü qruplara böldü. O qrupları ayrı-ayrıqda sorting elədi. Sort olunmuş yerlərlə təzədən birləşdirilir və bir dənə sort halına data gətirilmiş olur. Buna baxaram, o axırıncı proses necə başlayır. Sual var mı burada? Yox, müəllim, aydın. Okey. İndi biz bu şeyin haradan girdik, deməli. Bir dənə salam verməyə qısa. Collection framework'a nəyə ehtiyacımız var idi? Data structure üzərində iş görmək üçün. Data structure üzərində iş görən zaman nə edirdik? Hansı növ data structure seçməyimizi biz bilməliyik ki, bu əməliyyat, yəni görəcəyimiz işlərin siyasi bəllidir və o görəcəyimiz işlərlə biz o işləri necə daha sürətli eləyə bilərik,
O zaman mövzu gəlir algoritm mövzusundan çıxır. Algoritm mövzusundan danışdıq, axtarış sistemlərindən danışdıq. Sonra gəldik binary search-dan danışanda bunun bir dənə şərti çıxdı ortalığa, sorting. Və hansı sortinglər var, 4 dənəsini mən izah etməyə çalışdım. İndi gələk məsələn ilk collection framework-dən danışan zaman nədir? Bir interface'dir. Yəni, daha doğrusu bir kitabxanadır, collection ən yuxarıda duran və onun da yuxarıda duran table var. Bu mövzulara gələk. Sən nə sual? Bax, bir də şeydən danışmadıq, time kompleksisi nədir, space kompleksisi nədir? Gəl bunlardan danışaq. Time və space kompleksisi. Deməli, bizim hansı time komplekslərimiz var? O1, ON, O log n, ON log n, ON kvadrat, N kubu, N üstü 4, N faktorial, belə də var. N faktorial qarada baş verir. Space kompleksisi də nədir? Ona da baxaq. Deməli, time kompleksi deyəndə, bir problem neçə addımda baş verir, onu ölçən bir prosesdir. Yəni, burada time deyəndə vaxt nəzərdə tutulmur. Şimdi məsələn, bu addım misal üçün da, kompüter neçə saniyədə run olunur? Kompüter run olması sürəti onun nəyinə asılıdır? Kompüterin gücündən asılıdır, prosesin gücündən asılıdır. Yəni, kompüter var ki, memarlı kompüterdir. İntellicer run edirsən 5 saata run olur və ya build edirsən 5 saata build edir. Demək ki, bunun time teması vaxt söhbəti deyil. Time kompleksi dediyimiz şey, bir prosesin neçə addımda icra olunmasını göstərən bir anlayışdır. Mən belə başa düşürəm, yəni. İndi, və məsələn, O1-dən danışaq, tutalım, dedik ki, ərreyimiz var, ərreyimiz var. 10, 2, 25, 3. Məsələn, ərreydən indeksinə görə məlumatı almaq, yəni bir addımda. Bunun time kompleksi nədir? O1. Yəni, ərrey haqqında nə deyirik? Bir sabit ölçüdür, indeksləri məlum, dataları məlum, sadəcə indeksinə görə məlumat alırım. Yəni, bir addımda mən bunu yerinə yetirirəm. Dedim ki, nə? Ərreyin ikinci elementi siyahı. Bir addımda mən indeksdə məlumatı götürdü, ekrana yazırdı. Bir addımda. İndi yaxşı, səndən sual. Bu proses necə olur ki, O1 olur? Bunun haqqında düşünürsən? Necə yəni birbaşa indeksini əldə götürməli? Bax, Kapital Bankda ilk günümdə Teklidimin mənə verdiyi sual idi. Ərreydə indeksə görə məlumatı almaq necə olur ki, O1 olur? Dedim ki, bəs indeksinə görə məlumata müraciət edirik, o da mənə məlumatı verir, peşlə. Dedi, yaxşı, necə baş verir proses? Yəni, O1 nədən əsasən şey olur ki, O1 olur? Bunu izahını verə bilərsən mənə? Burada məsələ belədir də. Bizdə məsələn hər hansı bir ərrey yaratılanda başlanğıcda onun metadatası olaraq birinci indeks, sıfırıncı indeksin daha doğrusu başlanmış olduğu memory adresi yazılır. Və sonradan deməli artıq məsələn hər xüsusi verilən tipin ölçüsü əvvəlcədən bilindiyi üçün birbaşa riyazi hesablamadan istifadə edərək həmin başlanğıcdan neçə nöqtə sonraya gedib oradakı elementi götürmək lazım olduğu bilinir. Buna görə o bir bunu başa düşməyə belə wow bir sual kimi görürsən, amma əslində çox bəsitdir. Biz ərrey haqqında danışanda deyirik ki, referans tipi, düzdürmü? Yəni bu stack yaddaş, bu da ilk yaddaş. Okey. Ərrey yarandı. Bir dənə bu ərreyim var. Int A ərreyi bərabər, misal üçün buna. Bu elementləri olan bir dənə şey. Elementlər. Düzdürmü? A buradadır. Bunun referansı buradadır. Bax, ərrey üçün belə bir dənə düstur var. Düstur necəydi? İndeksləri məlumat almaq. I bərabər base adres üstünə gəlməlidir verilmiş indeks
dəfə nə olmalı deyəsən? Size A'nın elementi. inci indeksi vurulsun. Size. Size sağ. Bax. Əlinin hər elementi. Bax, base adres nədir burada? Onu deyim. Elə bil ki, biz ərə yaradanda ama hip yaddaşda bir dənə ünvan yaradılır da, düzdürmü? Və bu yəni memoridəki olan ünvan, yəni random bir ədəd düşün də bunu. Məsəl üçün 1000-dən başlasın. Nə bilim, 376, misal üçün, nə bilim, 580. Yəni başlanğıc bir adres, elə bil ki, random klası var. O sənə bir dənə random, int tipində bir dənə random ədəd verir. O da olur ədəyin başlandığı yer. Məsəl üçün, birinci element, burada nədir? 10. 10 hesablayaq. Bunun base adresi 1000'dir. Ədəyimizin nədir? Bu nədir? 0. İndeksi. 0. Intin data tipi nədir? Bir intimiz 4 byte olmalı da səhvləməmsə. 0 vurdum 4'ə. Demək ki, birinci elementimiz, yəni birinci 10-cu elementimiz gəldi oturdu birinci adresdə. Okey. Getdi ikinciyə. Gəldi ikinciyə getdik də. İkinci adres, ikinci ərliyimizə. Ərliyin daxilindəki ikinci indeksə. Base adres 1000'dir, düzdürmü? Başlandığı yer. Ərliyimizin indeksi nədir? 1. Biri vurdu 4'ə. Nə oldu? 1004. Deməli, bu 2 var, 2. Gəldi oturdu 1004-cü ünvanda. Və belə, o bir nə olacaq? 2. 2'ni vurdu 4'ə 8, bu oldu 1008. Sonra oldu 1012, 1016. Və belə. Artıq bunların konkret olarak rəqəmləri bəlli olur. Ona görə biz ərliyin indeksinə görə alanda bir adımda gedir konkret olarak hansı nöqtədə olduğunu tapa bilir. Aydındır? Aydın. Yəni, o bir prosesi konkret olarak belə başlayır. Və bu düsturla base adres dedim də random bir ədəd düşün. Məsələn, BP başlanğıc bir ədəddən başlayır. Sonra da o düstur ona görə hesablanır. Amma temada olur ki, bu dəyişmir də. Hər dəfə bu düstur həmin bu başlanğıcın götürdüyü dəyərlər əsasən hesablanır. Okey. Bu belə. İndi nəyə keçək? Hemen bunlar yesindir. O birden danışıyoruz da, o birden. Sonra danışalım. Abi sen ne sual? Derse başlamayanlar. Necə? Yok derse koşulmayanlar. Ne itirir? Müəllim, oyuna olan temalar, big oyuna olan temalar Müsal müəllim keçib, ona itirik olmazdı. Amma ki, belə algoritmlərlə əlaqəli yerlərdən danışdığımız yadıma gəlmir. Yəni, və ehtimal oranı yığışdırmaq çətin məsələdir. Yəni. Algoritmlər uzunca düşmür. Okey. O məsələ nədir? Necə eləyək ki, oyun time kontekstini alaq. Əliyimiz var. Əliyimdən for dövrünə salaq. For i bərabər 0. Sonra nə? I kiçikdir bunun uzunluğundan start length. Sonra nə? Plus. Siyahut əlin indekslərini yazdırmaq. Yəni hər dəfə dövr edir. I sayda element varsa hər dəfədə ta ki bu uzunluğundan kiçik olana qədər for dövrümüz dövr edəcək. Yəni element sayı qədər, n qədər əməliyyatımız icra olacaq. Bu nə oldu? Time kompleksi oldu. O element. Belə də bir şeydir. Məsələn, əlin daxilindəki bir elementi axtarmaq. Və uşaqlara məsəl üçün qarşılıqlı şey nədir? Biri var ki, indeksdən məlumatı almaq. Məsələn, verirsən ki, ikinci indeksi siyahını ekrana yazır. Bu indeksə birbaşa məlum indeksə müraciət etməkdir. Bunun time kompleksi o birdir. Bir də var ki, əlinin daxilində bir dənə elementi axtarmaq. Məsələn, 2'yə bərabər olanı tap. Bu nə etməlidir? Ta ki axıra qədər for dövrü şey olmalıdır ki, hansı element 2'yə bərabərdir, düzdür? Okey. O
kompleks sonra oyun. Login nədir? Binary search danışdıq bayaq. Yəni hər dəfə yarıya bölərək şey demək. Nə var? Yarıya böldü, atdı sağa. Məsələn elementi axtardı. Axtarılan nəsli tapılana qədər, yəni yarıya belə gedir. Tapılana qədər yarıya bölür atır. Yarıya bölür atır. Bu oldu o login. O n login. Məsələn sən burada sual vermirsən ki, buradakı n nədir? Deməli 10 log m yazmışsınız müəllim ora. O n login. Belə bir şey var. Buradakı n nədir? Okey. Oradakı n yenə nəyin elementlərin sayını göstərir. Bircə n, yəni hər dəfə bütün elementlər gedir. Gedəndən sonra nədir? Həmçinin loqaritmik bir nə də olur? Dedik, əməliyyat üzrə almış olur. Biz bayaq sortlardan danışdıq. Olan böyük uzunluğu elə n log n-dən işləyir. Aysa, quick sortla merge sortun time kompleksi o n log n olmalıdır. Ya merge sortu dəqiq bilmirəm. Amma o şey var, pivotla, ədəsəslə, quick sort. Onun time kompleksi o n log n-dir. Və en məncə burada həmin seçilmiş pivotdur. Pivot olan 100% n log n deməlim. Çünki hər dəfə hər elementi pivot olaraq bir dəfə seçir o. Deməli nədir? Hər elementi dəydiyi üçün n oradan gəlir. Log n-dəki yenə yarıya bölünmə olur. Ona görə də ki log n düşür. Yəni n time log n belə gəlir. Yes. N kvadratı da məsəl üçün şey danışdıq, sortlardan danışdıq, selection sort, sonra o nə idi? İç-içə loop'un olduqları da belə deyil. İç-içə loop'da 2 dənə for dördür. For var, bir dənə for. Bu oldu o n kvadrat. Bir dənə for var, forun içində for. O n kub. Bir dənə for var, o n üstü 4. Kub nədir? Kub gedir də bu, kvadrat kub. Okey. Bu da oldu time kompleksi. Yaxşı. Space kompleksi nədir? Space kompleksi müəllim, bu da yəni maraqlı bir şeydir. Nə? Buyurun. Söz deyirdiniz müəllim. Space kompleksi nədir? Deməli müəllim, necə deyim, nə qədər yaddaşın istifadəlığından asılı bir şeydir də. Biraz sözlə başlayalım. Bizim neçə dəfə nədir, object generation olur və s. Sən çox bəsit bir dənə izah vereyim. Sən bu da bölük səndə qalsın da bu space kompleksi. Bir dənə reyim var, düzdür. Qarım qarşı 13, 2, nə bilim 25, bir dənə olsun 6. Bu ərəyi məsələn sort elədin, hər hansı bir sort ilə, selection-la, merge-la və ya şeylə. Olaf 1 də olar. Yəni çünki yeni bir şey yaranmır. 2, 6, 13, bu da 25. Bayaq da 4 dənə xana ayrılmışdı, düzdür? İndi də 4 dənə xana ayrılır. Əlavə yaddaş səhv olunur? Yox. Yox. Deməli bu time space kompleksi nə oldu? O 1. Məsələn, merge sortda fərqli olacaq. Çünki merge sortda belə gedir, həmişə yeni bir dənə ərrə yaratır hesab edir. Merge sort danışdıq məsələn. Neynədir? 2 elementə və ya 3 elementə böldü. Hər dəfə yeni yaddaş sahəsi ayrıldığı üçün element sayı qədər nə olur? Nə olur onda şey? Tam 2-li, 3-lü qruplara ayrılmaya baş verir. Yeni yaddaş yaranır da, yeni bir ərrə yaranır. Hər ərrə içində Məsələn, 5 dənədən başlayasa da 2 yerə ayırsa, ondan sonra yenə 2 yerə ayırır. Bir dənə olur 1, 2, 3, 4, 5. Olaf n olur yəni. N nədir? Ya bu yaddaşı n olur yəni, beğenəcək. O adam o n. Okey, element sayıda yer ayırır da beləcək. Space kompleksdə ayrılmış yeri ifadə edir. Bu da oldu algoritmlər mövzusu. Bundan artığı çox var, yəni algoritm ümumiyyətlə hər proqramçıya görə dəyişir. Yəni 5 barmaq 5-də 1 deyil. Algoritm dediyimiz şey bir problemin müəyyən etaplarla həll olması, step by step həll olması bir prosesidir. Sən məsələyə, problemə fərqli yöndə baxa bilərsən, mən fərqli yöndə baxa bilərəm. O sənin developerdən asılı olan bir şeydir. Nə qədər ki algoritmanı inkişaf etdirmək istərsən, gedirsən, insan litkod işlərinə başlayırsan. Belə, yəni bunun ucu bucağı sonu yoxdur.
Listlərdən danışaq, array list, nə bilim, array list necə yaranır? Onun haqqında istəyirəm danışmayaq. Onun haqqında mənim hazırladığım məqalə var. Kameramı bağlayıram. Bağlayayım, məndə problem yox. Və burada deyən Notion'da hazırlamışdım. Oyda mənim disiplinli vaxtlarım. Hər şeyi planlayaraq elədiyim vaxtlar. Java Notes. Deməli. Orada da bu. Hə, deyə burada. Array və array list. Gəlin məqalə üzərindən gedək. Array real dünyada nədir? Array nədir? Ona baxaq. Heç nə. Sabit ölçülü. İndeksləri məlum. Nədir onun adı? Elementləri məlum. İki variantda yarada bilərik. New ilə və yaxud da ki birbaşa. Amma nəticə etibarilə biz bunun size-ını deməliyik. Hə, Adil, mən sənə task vermək istəyirəm və dərsdə baxacaq uşaqlara. Deməli, taskın ondan ibarətdir ki, biz array list yazırıq. Məsələn, o collection framework'ün bizə verdiyi array list. Onun metodları var. Nə bilim, add, remove, nə bilim, size-ını tapan ya da ki contains olub olmadığını yoxlayan. Array listin metodlarını əllə yazmaq. Allah hamısını yazmışım mən. LinkedIn seçməkdən hamısını yazmışım. Hə, zor. Yazmışsansa lap zor. Hətta 2 dəfə yazmışım bunu. Array listi ilə LinkedIn listi 2 dəfə yazmışım. Bir universitetdən istəmişdi, bir də ki kursda deyəsən Vüsal müəllim istəmişdi. Hə, Vüsal müəllim istəmişdi, yazmışdı. Hə, okey. Burada fərqlidir, primitive, object. Hə, gəl buna baxaq. Array time complexity. Searching axtarış zamanı, linear search, bayaq danışdığımız. İndeksinə görə məlumat almaq O1. Əlavə eləmək ON, sonuna əlavə eləmək O1. Remove eləmək ON, sonundakı remove eləmək O1. Hə, bunu deyirdim, biz də bayaq bunun haqqında danışdıq. Array'in i'ninci elementi necə olur ki, yaddaşı necə idarə olunur? Base adres, i və elementin size. Sonra nə var burada? Hə, array'in ölçüsünü artırmaq, azaltmaq, yeni bir array eləmək. Deməli, bunu da iki variantda eləyə bilərik. Bir sistem var burada, sistem klassının bizə verdiyi hazır metod var. Array copy. Bunu 5 dənə parametr götürən də var. 3 dənə parametr götürən də var. Buradakı source, nə bilim bu, sonra destination, dispose. Bu deməli nədir? Bu array'imizin mənbəsi haradır? Onu ifadə edir. Yəni tutalım, mən məsələn bu array'dən yeni bir array yaratmaq istəyirəm. Məsəl üçün biz dedik ki, array'in ölçüsü sabitdir. 3 dənə element əlavə olunub. Mən də istəyirəm ki, 4 dənə elementim, array'im 3 dənə yox, 4 dənə element tutsun. Nə etməliyəm? Yeni bir array yaratmalıyam. Əvvəlki elementləri də yeni array'ə əlavə etməliyəm və sonra əlavə etmək istədiyim elementi də yeni yaratdığım array'ə əlavə etməliyəm. İşte bunu da bu hazır bu metoduna eləmək olar. Source burada array'imin mənbəyi haradır? Bunun destination'ı, bunun indeksini ifadə edir. Səhv etmirəmsə. Bu destination nə idi görüm? Destination yəni yeni yaratmaq istədiyimiz obyekt yəni. Hə, destination yeni yarattığımız array'dir. Onu ifadə edir. Destination post array'im yeni yarattığım array hansı indeksdən başlasın onu ifadə edir. Və length'dəki bu array'dəki hansı nə qədər elementi əlavə etmək istəyirəm də onu mən length versəm birbaşa buradakı elementlərin hamısını atacaq bura. Və array'sin özünün copy of metodu var orijinal array ilə. Yəni buradakı orijinal array'imiz budur. Bir də yeni yaranan array'in uzunluğunu istəyir. Yeni yaranan array'in uzunluğu. Sonra array'imizin tərsinə çevirmək üçün nə edə bilərik? Bunun hazır metodları var. Collections klassının reverse metodu var. Onu istifadə edə bilərik. Bunun hazır metodlar olmadan da belə var. Before reverse data, nə bilim, after data belə bir şey. Array tərsinə çevirən metod.
Daha sonra bu nədir? Hə. Bu şey məsələsi. Bax müsahibələrdə hər zaman verilir bu. Java pass by value-durmu yoxsa pass by reference-durmu? Məsələ nədir? Deməli bir dənə change value adlı metodumuz var. Bu bir dənə int tipində dəyər götürür. Bu götürdüyü dəyər 10-a bərabərdir. Okay. Sonra qayıdıram main metoduna. Mənim main metoduna number'ım 5'dir. Bu number'ı atıram. Bu metod int tipində bir dəyər götürür axı. Number attım, bırak. Out verəndə bu 5 çıxır. Normalda buradakı value 10'dur da. 10 çıxmalıdır axı. Amma 5 çıxır. Java nə olmalıdır? Java'dakı Pass by value olmalıdır. Pass by value anlayışı biri var ki ünvana görə işləmək, biri də var ki dəyərə görə işləmək. Java burada dəyərə görə işləyir və sən dəyərin qiymətini dəyişə bilməzsən. Bax belə deyim də real həyatdan götürək. Hesab edək ki, 5 manat pulum var, düzdür? Yadındadır 5 manat əvvəl nə boydaydı? Məsəl üçün onun ölçüsü böyük idi, düzdürmü? Rəngi biraz ağ idi. Dağı yox, yəni indiki rəngindən biraz daha şeydi də, açıq rəngi idi. Sonra onun ölçüsünü dəyişirdilər, biraz balacalaşdırdılar, nə bilim, üstünə bayraq çizdilər, nə etdilər. Yəni 5 manat dönüb 10 manat olmadı ki, yenə 5 manat olaraq qaldı da. İndi burada da məsələn, sən burada dəyər 5 manat 5-dirsə, bunu dəyişib 10 eləyə bilməzsən. Yəni dəyəri dəyişə bilməzsən. Amma 5 manatın özü bir obyektdir, düzdürmü? Sən obyektin üzərində hər hansı dəyişikliklər eləyə bilərsən. Necə ki, burada bizim modify array adında bir metodumuz var. Bu da bir dənə array götürür. Int array tipində. Array'in 0-cı indeksini eləyirəm 100. Bu bir array haqqında danışanda deyirik referans tipində, yəni obyekt tipindədir. Bizim də burada array'imiz var. Bu array'i atıram, nə edirəm? Modify array'in daxilinə. Bu array'in daxilinə bu array'i metodun daxilinə atanda avtomatik bu array buna məruz qalır. Bu da götürür heç nə. Bunun 0-cı indeksinə müraciət edir. Dəyəri dəyişmir burada. Burada dəyişən şey array'in elə bir ki obyektin daxilində şey olur da. Obyektinə müraciət edir. Obyektin daxilində nə isə dəyişir. Obyektin özünü dəyişmir. Məsələn burada normalda məsəl üçün numbers'ın 0-cı elementini versəm, nə çıxmalıdır? 1. Amma burada numbers'i array'ini bu modify array'in daxilinə atıram deyə 0-cı indeks burada 100'dür deyə avtomatik cavab çıxır 100. Bu da oldu ünvana görə işləmək. Amma niyə pass by value yox, pass by reference yoxdur, pass by value? Bu sual əslində çox qaranlıq sualdır. Bunun çox dərinliyinə getmək lazımdır. Amma cavab yəni cavab olaraq Java pass by value-durmu yoxsa pass by reference-durmu? Pass by value. Yəni dəyərə görə işləyir, ünvana görə yox. Sən əslində məntiqlidir də, yəni ünvanda obyektə müraciət edib nəyisə dəyişdirə bilərsən. Yəni bu normal bir şeydir. Amma dəyər dəyişdirəməzsən axı, yəni nə olsun? Dəyər bir dəfə yarandısa, o lokaldır da. Yəni bu nədir bu? Nə oldu ya buna? Bu skopkadır. Skopkanın daxilində yaradılmış bir şeydir də, lokal dəyişəndir. Yəni bunun dəyəri bir dəfə yarandı, bu skopka daxilində istifadə olunan bir şeydir. Bunun kənarında bu heç nədir də, yəni. Orada parametr olaraq array göndərəndə də yeni array obyekti yaratıb elə göndərir onu, yoxsa var olan array göndərir və dəyişən elementlər hər iki arraydə təsir göstərir? Necə? Yəni məsələn burada bu modify array metodu var da, onun içərisində demişik ki 0-cı indeksdəki elementi 100-ə dəyişir. Normal biz numbers ona parametr kimi göndərəndə deməli artıq numbers orijinal deməli array'in özünün içərisindəki element dəyişir də. Bəli. Yəni bu başa elə bir ki numbers-a müraciət. Onda burada obyekt yox da obyektin referansını göndərir də, belə bir şey var. Yes, referansını. Onda nədir də? Həm pass by value, həm pass by referans işləyir axı. Dediyim kimi bu çox bu sual var. Bizim kapital vaxtda bir dənə sync keçirmişdik. Bütün backendlər, chapterlitlər, techlitlər hamısı bunu müzakirə eləyirdik. Axırda gəlib çıxamadıq. Mənim bildiyim qədərlə C++-dan, Java-dan C++-da yazıldı səhvlərin özü. Birbaşa şeylə əlaqəli, yəni o yaddaşın dibinə getməlisən. Amma mən belə bəsit yolla deyim sənə, mən belə başa düşürəm ki, qardaş, biz nə deyirik? Biz dəyişən haqqında nə deyirik? Lokal dəyişən var, statik dəyişən var, obyekt yönümlü dəyişən var, düzdürmü?
Burada bu dəyişən nədir? Lokal bir dəyişəndir. Lokal nə deməkdir? Bir skopka daxilində olan dəyişən. Bu skopka burada açılıb, burada bitib. Bunun daxilində yəni bir dəyərdə bunu kənara çıxara bilməzsən. Bu da elə bir ki, məsələn, biz primitiv tiplər haqqında danışanda nə deyirik? Deyirik ki, o stack yaddaşda saxlanılır da. Stack yaddaşda da nə baş verir? Last in first out məntiqi nə işləyir? Birinci daxil olan last in first out. Yəni gələn birinci Sonuncu çıxır. daxil olan birinci çıxır. Yəni bu artıq daxil olubsa qardaş, bu getdi yerini tutsa, vəssalam da onu sən heç nə edə bilməzsən. Bu artıq məlumdur. Nə vaxt istifadə edirsən, o dəyəri olduğu kimi oradan çıxardarsan da, bildin necə? Okay. Bir dəqiqə belə fikirləşmək falan. Array-də o şey referansı göndərdi o. Amma ki başım bura. Bunun sonu. Nədə primitivlərdə dəyərin göndərməsi məntiqi, çünki primitivin referansı yoxdur. Primitivin Bəs məsələn wrapper class olsaydı, məsələn integer. O da başqa bir temadır. O da bu. Qanqid başqa temadır da. Wrapper olsa, məncə wrapper olsa, hə, o maraqlı temadır. Məsələn, dəyər okeydə getdi şeydə saxlanıldı. Ona nə baş verəcək? Bir dənə düşünək. Kodu yazıb bir baxmaq lazımdır. Məncə dəyişməlidir onda. Çünki orada referans teması var axı. Referansa müraciət edirsən sən. Məncə orada dəyişməlidir yəni. Orada deməli obyekti göndərəndə onda referansla dəyişir. Hansı ki wrapper classların özləri immutable'dır da. Yes. Yəni value'su dəyişmir. Birbaşa yeni obyekt yaratır. Yeni obyekti orası aydındır. Okay. Məncə hə, özü dəyişəcək. Obyektin özü dəyişəcək. Yes. Neysə, sonra gələ array listə. Deməli, collection framework'ümüz iterable'dan interface implementasiya eləyir. Biz bugün danışırıq listlərdən array list. Array list nədir? Arxa planda array ilə işləyən dinamik ölçülü bir data structure'dır. Bir şey yaradan zaman nə baş verir? Array yaradan zaman deməli 10 ölçülü bir array yaranır. 10 ölçülü və indeks 0-dan başlanır. 6-cı elementə qədər element əlavə edən zaman ölçü dəyişmir. 7-ci element əlavə olunanda burada şəkildə 20 yazıb, kapasite 20 olur. Amma yox, 20 yox, 15 olur. 1.5 dəfə artır. Yəni ölçümüz 10-dusa olur 15. Sual verərsən ki, yaxşı, remove eləsək məsəl üçün 7-ci elementi əlavə elədik, təzədən 7-ci elementi sildik. Onda qayıdıb 10 olacaqmı? Xeyr, ölçü olduğu kimi qalır. Yəni 14 misal üçün 7-ci elementi əlavə elədin sonra sildin, nə baş verir? Array'in ölçüsü dəyişmir. Yəni sayıcı nə qədərsə o qədər də qalır. Sonra mən bunu deyirdim, array listin metodlarını yazmaq. Sonra bu da ingiliscə yazılmış, ChatGPT-dən kopyalanmış sözlərdir array list haqqında. Amma array-i başa düşmək üçün bunu yazsaq kifayətdir. Özümüzün array list klassını yaradırıq və array list deyirik ki, bir array ilə işləyir arxa planda. Bu həmin o danışdığımız array budur. Və onun default size olur nə? 0 və kapasitesi nə olur? Default variantda array list yaradan zaman nə qədər olur? 10. Demək ki, mənim datam nə qədər olur? My array list burada bir constructordur, buradan yaranmış. Və constructor yaranan kimi, yəni obyekt yaranan kimi avtomatik yeni bir obyekt yarandı və nə ölçüsündə? 10 ölçüsündə. Sonra add metodu, index metodu, remove metodu və array'in size'ını tapmaq, sonra resize, yəni ölçüsünü artırmaq. Misal üçün biz dedik ki, nə dedik burada? Array element əlavə edən zaman, misal üçün 6-cı elementdə artıq 7-cini əlavə edəndə ölçüsü artır. Bu proses burada belə baş verir. Yəni yoxlama aparılır ki, size nə vəziyyətdədir, onun ölçüsünü artırmaq lazımdırmı, yoxsa azaltmaq lazımdırmı? Belə. Bu qədər. Başqa nə danışa bilərik? Məncə
Bugünlük bu qədər kifayətdir. Hər gün dərs keçməyi planlaşdırıram. Uşaqlarla da bir dənə danışmaq lazımdır. Mən sən sözümün altında qalmaq istəmirəm Aqil. Yəni uşaqlara başlayana söz vermişdim. Yəni mən sözündən dönək olar. Yəni müəyyən problemlər ola bilər, amma bu o demək deyil də dərslər keçilməyəcək. Prosta uşaqlar yəni inanması üçün bilmirəm nə edə bilərəm. Yəni əlimdən gəldiyi qədər özün də görürsən də bildiklərimi ən sadə yolla öyrətməyə çalışıram. Belə. Aydındır. Nəsə sözün, sualın, tapşırığın varsa buyur. Yoxsa Yoxdur. Yoxdur. Oldu, çox sağ ol. Bu linki də atacağım uşaqlara. Peki bu dərsə baxıb geri dönüş eləyərlər. Okey. Oldu, çox sağ ol. Görüşərik. Sağ olun.